Əslində onda demək olar ki, çox az yeyirəm deyib də arıqlaya bilməyənlər, indi hansılar ki, bəziləri düzün deyir də, indi kalorisi aşağı yeyirlərsə, onda problem əslində ordadır. Bəli. Bəli. Problem oradan başlayır. Yəni yenə də deyirəm, içdiyiniz suya qədər çay, kofe, süd, yediyiniz yeməklər və lap əvvəllər bu indiki dövrə baxdığımızda ərzaqların içəriyindəki Təbiilik. maddələr indikilər qədər zərərli deyildi. İndi ucuz xammala qaçırlar, palm yağlarıdır. Məsəl üçün bir çox insan qarğıdalı yağ işlədir. Yox da əslində qarğıdalı. Təhlükəli şeydir qarğıdalı yağı. Semiçka yağı. Yəni rafine yağ özü özlüyündə artıq trans yağa girir. Yəni o qədər zərərli şeylərdir ki, və sonra dönüb baxdığında sual verir ki, mən axı normal yaşayırdım, niyə belə oldu ki? Siz baxın, keçən dəfə kim deyirdi, hansı qonağımızda, mentaliteti tapsaz bizə də deyin görək o harda necə yazılıbdır. Əslində aşılanmış yemək üsullarımız var ki, biz bilmirik, sadəcə bu bizə gəlib, indi biz də götürmüşük, bildik, bilmədik, biz bunu təbliğ edirik. Amma düzgün olmayanlar da var. Çox yerdə həmişə deyirlər ki, məsələn, yarpaq dolması ən zərərli qidalardan biridir. Yarpaq həzm olmur. Hə, yarpaq həzm olmadığı üçün və yaxud da İndi siz deyirsiniz ətin çoxlu istifadə olmaması. Yaxşı, onda siz baxın gündəlik yemək qida rasionunu yazmaq üçün biz ya təzə kitablar yazmalıyıq, ya təzə ev yeməklərimizi tərtib eləməliyik. Yəni dolma, aşdan başqa, səbzi qormadan, plovdan başqa biz təzə yeməklər çıxartmalıyıq ki, baxın da əzizlərim, sən bu yeməyin budur, amma bu yemək başqa bir şeydir. Yəni bu isə başqa bir şeydir. İndi qayıdacağım sizin ilk verdiyiniz suala, qadın. Bax, bir qadın özü sağlamdırsa, onun evlatları da sağlamdır, ailəsi də sağlamdır. Və evlatlarının evlatları da sağlamdır. Amma bir qadın cahildirsə, IQ-su yüksək deyilsə və o qadın düşünür ki, ancaq pendir çörəklə və yaxud da makaronun üstündə ət yeməklə qarnını doyurmaq daha vacibdir. Əsas mənim uşağım yesin, yox, yesin, çörəni yesin, bunu da yesin, onu da yesin. O zaman bədbəxtçilikdir də bu. Yəni, və mən yenə də deyirəm, bizim o yaşadığımız ki, biz yaşayırıq ortam, bizim öz dünyamız var da, Azərbaycanlılar və Azərbaycan. Biz belə tərbiyə olunmuşuq deyə bir şey yoxdur. Bizim, sənə dil verilib, danışa bilirsən. Mamandan soruşmursan ki, nə cavab verməliyəm, nə deyə bilərəm. Yox, mama orada qaldı da, düzdür. Araşdırın da, nə olar, oxuyun, araşdırın. Mən də 36 yaşıma qədər artıq bütün limitlərimi bitirmişdim. Həqiqətən bitirmişdim. Mənim də bütün problemlərim elə oradan başladı. Mən tabletkalarla yaşayırdım. Yəni, mənim kürəyimdən, mədəmin ağrısı kürəyimi elə vururdu ki, elə bilirdim ki, tikanlar var kürəyimin ortasında. Və mən özümə sual verdim də, mən niyə bu vəziyyətdəyim axı? Anlamıram axı, mən anlamıram. Mən çünki hər gün dururam, hamının yediyi kimi mən də yeyirəm. Pendir, çörək, çay, şirin çay. Acmışam, tort yeyirəm, acmışam, kətə. Ürəyim istəyir, belə istəyirəm. Belə istəyirəm, yeyirəm, nə var ya burada. Və sonra gördüm ki, axı bu belə deyil. Sən bədənivə haqsızlıq eləyirsən, sən ruhuva haqsızlıq eləyirsən, sən yaşamalısan, 90 il yaşırsan, 50 il. O qalan 50 ilin, 20 ilini xəstə yaşayırsan. Qalb krizindən gedənlər var, trombdan ölənlər var, qaraciyər getməzindən ölənlər var. Soruşanda da deyir ki, neyim, imkanım yoxdur. Sənin özündən daha vacib nə var bu həyatda? Niyə onda geyinib ayaqqabını işə gedirsən? Nə üçün? Otur evdə öl də, onda otur, getmə heç ara. Otur, deyən ki, mən ölmək istəyirəm. Axı, ölməklə də ölünmür. Ölə bilmirsən, ölmək istəyirəm deyə bilmirsən yəni. Ona görə mən izah eləməyə çalışdığım o nöqtədir ki, bax, qadın özünü sevsə, evlatlarını da sevəcək, yoldaşını da sevəcək, anasını da, atasını da sevəcək, cəmiyyəti də sevəcək və o qadın təbliğ elədiyi gözəl həyat başqa insanlara yansıyacaq. Əslində siz çərçivələrindən çıxmağı, yeni bir yol, yeni bir cığır açmağı deyirsiniz.
Bəli. Hər kəsin ayrıdır da, indi hər kəsdə bir yol ayrıdır. Belə deyim də sizə. Sizin məndən və yaxud da mənim sizdən artıq nəyim var? İnsan, bax, siz qadınsınız, mən də qadınam, gözəl də qadınsınız, maşallah. Siz də maşallah. Və mən durum deyim ki, mən ondan üstünəm və ya o məndən üstündür və yaxud da mən əksiyəm, o əksikdir. Olmur axı. Hər kəsin öz durduğu yeri gözəldir. Yəni sizin funksiyalarınız sizə aiddir, mənim funksiyalarım mənə aiddir. Və biz hamımız cəmiyyətin içində insanlarıq. Sosial özümüzə aid yerlərimiz var. Mental yerlərimiz var. Kimsə anadır, bacıdır, bibidir, xaladır, atadır, dayıdır, əmidir. Niyə olmaz ki, bu həyatı yaşayanda da tam polnocenlə yaşayasan və gözəl işıqlanmış vəziyyətdə yaşayasan? Çünki sənin bədənin əziyyət çəkirsə, ruhun da əziyyət çəkir də. Onda elə çıxır ki, sənin ruhunda nəsə problem var ki, sən bunu bədənivə yansıtmısan. Sən axı yeriyəndə niyə belə bir büküb yeriməlisən? Niyə 2 qat olmalısın? Sənin canın niyə ağrımalıdır? Niyə də? Bu sualı özünüzə verin də. Məsəl üçün, mənim belim ağrıyırdı 2 həftə bundan əvvəl. Mən bilirdim ki, onun səbəbi mənim elədiyim ağırlıq idi. Və mən ağırlıq eləməyi dayandırdım. Belim tam sağaldı. Özüm özümə dedim ki, okey. Mənə hamı, belim tutulub, of eləyirəm. Deyirlər ki, həkimə get. Deyirəm ki, həkim mənə, mənim bilmədiyim nəyi deyəcək? Deyəcək ki, bu mazı sürt. Sıxışma var. Bunu mən də bilirəm də. Problem ondadır ki, mən bunu bilirəm. Və bu sıxışma baş veribdirsə, onun müəyyən prosedurları var. Protokol var da. O protokolu yerinə yetirdiyində istər-istəməz fəqərə aralanır, o sinir oradan çıxır və sənin beynin rahatlaşır. Bitdi. Bu qədər bəsitdir. Bunu niyə problemə çevirirsiniz? Mənim belimdə qrija var, mən yaşaya bilmərəm. Niyə yaşamırsan? Cəmaətin 7 yerdən onurğası qırılır. Qalxır ayağa deyir ki, mən güclüyəm, mən yaşayacağam. Bir dənə bizim millət ağlamağı sevir.